Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Azərbaycan Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham litqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmə elan edib. Hökmə əsasən Elvin Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı dövründə Elvin Məmmədov ittiham üzrə özünü təqsiri bilməyib. O ifadəsində bunları bildirib. Mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olmayıb. Hadisədə bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm. Onların arasında Nadir Səfərov da olub. Məni qeyrəsiz allandırıblar. Yaşadığım kənddə heç kimin ailəsinə, qızına, gəlinə sataşmamışam. Dəfələrlə davam edən bu hallar məndə qıcıq yaradıb. İyunun 26-sında Nadiri tapmaq məqsədi ilə məscidə getdim. Bıçağı oradakı otaqlardan birindən götürdüm. Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan özümdə değildim. Bundan sonra əlbəyağı olduq. Mənə qarşı etdikləri hərəkətlərə görə Nadirə bıçaqla çoxsaylı zərbələr indirdim. Təxminən 10 zərbə indirmişəm. Amma istintaqda mənə dedilər ki, 30-dan çox xəsarət yetirmişəm. Qeyd edək ki, hadisə ötən ilin iyulunda səhər saat 5 radələrində Bülbülə qəsəbəsində baş verib. Belə ki, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq qətlə yetirib. Həmin gün Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 120.2.4, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 120.2.9, yəni köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələrlə ittihamlara sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.